Xoşbəxt və uğurlu olmaq üçün öncə öz xarakterinizi formalaşdırmalısınız. Vərdişin başlanğıcı gözə görünməyən yif kimidir. Hər dəfə işi təkrar etdikdə sanki yif vurulur və bağı daha da möhkəmləndirir və sonunda xarakterimizin ayrılmaz hissəsi olur. Vaxtın çox hissəsini nə düşünürsünüzsə o da olursunuz. Toplamaq və xərcləmək. İnsanların çoxu pul baxımından tam əks vərdişlərə malikdirlər. Pul toplamaq və maliyyə azadlığı haqqında düşünmək əvəzinə əllərinə gələn pulu qəpiyinə kimi xərcləmək və üstəlik borca girmək və kredit götürmək haqqında düşünürlər. Hər kəs həyatının müəyyən məqamında yol ayrıcına çatır. Yolun biri pul toplamağa, digəri isə bütün pulu xərcləmək və əlavə borclara girməyə aparır. Tam məsuliyyətli, yetkin insan olaraq hansı yolu seçəcəyiniz yalnız özünüzdən asılıdır. İndiyə kimi hansı yolu getdiyinizdən asılı olmayaraq, bundan sonra hansı yolu gedəcəyinizdə seçimdə azadsınız. Maliyyə həyatınıza tam nəzarət etməlisiniz. İnsanların çoxu bunu heç zaman etmirlər. Əvəzində günlərini və pullarını boşuna sərf edərək bəxtlərinə güvənirlər və nə zaman ki, kiminsə onları xilas edəcəyinə ümid edirlər. Lotereya bileti alırlar, qumar oynayırlar və birjada gözlənilmədən böyük pullar qazanmaq haqqında düşünürlər və daim maliyyə sıxıntısı çəkirlər. Məsələ burasındadır ki, böyük pullar uzun zəhmətin nəticəsidir. Zəngin insanların çoxu həyatlarını elə qururlar ki, il ərzində qazandıqları pulun 8-10%-ni yatırım edirlər. Onlar qısa müddətdə varlamaq haqqında düşünmürlər. Təmkinli, inadkar və uzaq görəndirlər. Özlərində uzun illər boyu pul toplamaq intizamı yaradırlar. Risk etmirlər, qumar oynamırlar və ümumiyyətlə tez zənginləşmək üçün yollar axtarmırlar. Pul haqqında bu cür düşünmə vərdişi nəticəsi ilə hər il sərvətləri artır. Biznesmen filosof Jim Rohn yazır: "Milyonçu olmaq o qədər də çətin deyil və ən vacib məsələ ümumiyyətlə bu deyil. Milyonçu olmağın əsas vacib tərəfi $1.000.000 məbləğini toplaya biləcək insan olmaqdır. Bu çox vacib məqamdır. Zəngin olmaq üçün daim maliyyə sıxıntısı çəkən adi insanlardan tamam fərqli düşüncə tərzi formalaşdırmalısınız. Maliyyə məqsədlərinizə nail olmaq və qazandığınız kapitalı artırmaqda davam etmək üçün tam fərqli xarakter, şəxsiyyət və vərdişlər formalaşdırmalısınız. Bir dəfə maliyyə məsləhətçim demişdi: İlk $1.000.000 toplanmaq olduqca çətindir. Lakin artıq ikinci $1.000.000 demək olar ki, qaçılmazdır. $1.000.000 qazana və toplaya biləcək insan olduqda ikinci və üçüncü milyonu da qazanıb toplaya biləcək insan olursunuz. Hətta xoşagəlməz bir şey baş versə də, bütün pullarınızı itirsəniz də, həmin pulları yenidən qazanmaq sizin üçün asan olacaq. Çünki siz artıq milyonçu olmağa qadir insana çevrilmisiniz və belə bir insan olduqda onu heç zaman itirməyəcəksiniz. Qeyri-adi bir kəşf var. Pul toplamağa başlayanda və artan hesabını sizi xoşbəxt etdiyində, bu pozitiv emosiyalar hesabdakı pulların enerji ilə doldurur və onlar sizin həyatınıza və hesabınıza daha çox pul cəlb etməyə başlayırlar. Birinci hissədə biz vərdişləri qıcığa şərtləşdirilmiş cavab kimi izah edirik. Bu xüsusda maliyyə baxımından uğurlu insanların öyrəndikləri və zamanla formalaşdırdıqları xüsusi vərdişlər var. Bu, əldə edilmiş pula xüsusi tərzdə cavab vermə vərdişidir. Kiçik yaşlarımızda bizi xərclik üçün verilən pula qənaət etməyə həvəsləndirirlər. Lakin uşaq yaşlarımızda bizim üçün pul sadəcə saqqız, konfet, bulka və s. almaq üçün vasitə rolunu oynayır. Nəticədə də pul toplamağı cəza, bizi incidən vasitə və həyatın bütün sevinclərindən məhrum edən proses kimi görürük. Erkən yaşlarında çox adam pul toplamağa əziyyət, məşəqqət, qurban vermək, həzlərdən imtina etmək və xoşbəxtlikdən üz çevirməklə izah edir. Yetkinləşdikdə isə bu negativ yanaşma əlimizə keçən pulu dərhal son qəpiyinə kimi xərcləmək istəyinə çevirir. Gənc yaşlarda insanların çoxu əllərinə düşən hər pulu xərcləmək üçün fürsət axtarırlar. Məhz buna görə də restoran biznesində ayın ortası gəlirin zəif olduğu, sonu əmək haqlarının verildiyi həftə ən gəlirli vaxt olur. İnsanlar xərcləməyi xoşbəxtliklə və qənaət etməyi məhrumiyyətlə izah etməyə başlayırlar və insanın əsas motivi ağrı acıdan qaçmaq, komforta və həzzət can atımı olduğundan çox adam pul xərcləməyi sevinclə və qənaət etməyi isə məhrumiyyətlə eyniləşdirmək vərdişi formalaşdırır. Sizin işiniz bu vərdişi dəyişməkdir. Bunun üçün düşüncənizdəki münasibət naqillərinin yerini dəyişmək lazımdır. Pul toplamaq haqqında düşündükdə qəlbinizdə sevinc baş qaldırmalıdır və mənasız yerə pul xərcləmək sizi məyus etməlidir. Emosiya qanunu bunu deyir. Diqqətinizi hansı emosiya üzərində cəmləsəniz, həmin emosiya üzərində yanacaq tökülmüş alov kimi güclənəcək. Maliyyə uğuru qazanmış insanların çoxu pul toplamaq, yatırım etmək və kapitallarını artırmaq haqqında düşünərkən sevinç hissi keçirmək vərdişi formalaşdırıblar. Digər tərəfdən isə maliyyə böhranı yaşayan insanlar sevinç hissini əllərinə düşən pulu mümkün qədər qısa bir müddətə xərcləmək haqqında düşünməkdən alırlar.